Zəbur 112-ci məzmur. Rəbbə həmd eləyin. Nə bəxtiyardır Rəbdən qorxan, əmirlərindən zövq alan insan. Nəsli yer üzündə güclü olacaq, əməli salihlərin övladları xeyir-dua alacaq. Evindən bolluq və sərvət əskilməz, salihliyi əbədi qalar. Zülmətdə belə əməli salih insanlar üçün lütfkar, rəhimli və salih adamlar üçün nur doğar. Səxavətlə borc verən, işlərini ədalətlə görən yaxşı insandır. Belə adam əsla sarsılmaz. Salih insan əbədi olaraq yadda qalacaq. Pis xəbərdən qorxmaz. Rəbbə güvəndiyi üçün ürəyi möhkəmdir. Cəsur ürəklidir. Düşmənlərinin süqutunu görənərək qorxmaz. Çəpəliyər, fəqirlərə paylayar, salihliyi əbədi qalar, qüdrəti və hörməti ucalar. Pis adamısa bunu görüb qəzəblənər, dişlərini qıcıdar, yanıb tökülər, pislərin arzusu puç olar.